getirir. Yeni il, yeni il, yeni il gelir. Hoş günler, şen günler bize getirir. Yeni il gelir, şenlik düzelir. Hoş nəğməmizdə göğe yükselir. Haktır kelamın əlləri, dərk eyləyər dərrakəli. Qaldır göyə bir cüt əli, Allah, Məhəmməd, ya Əli. Əl açırıq o tərvərə, Allaha həm Peyğəmbərə. Qəlbində yansan bir kərə, sönməz məhəbbət məşəli. Allah, Məhəmməd, ya Əli. Mənim əzizlərim, sizin hər birinizi qarşıdan gələn el-obanın dediyinə, bizim dədə babalarımızın xoş sözünə arxalanıb, at muraddır deyən at ili münasibəti ilə hər birinizi ürəkdən salamlayıram. Yeni iliniz mübarək olsun. Dilərəm o gözəl Allah'tan o ziyarətində olduğumuz Kəbə evi hörmətinə, Məhəmməd sallallahu aleyhi Peyğəmbərimizin ocağı hörmətinə, hər birimizin ocağına gələn ilin ilk günündən xoş müjdələr gəlsin. Qoy o gözəl Allahımız Azərbaycan xalqına heç vaxt bundan sonra ağrı acı nəsib etməsin. Hər bir ocaqda, hər bir eldə, hər bir küncdə, hər bir bucaqda gözəl-gözəl xoş avazlar nəsib olsun. 2025-ci ilin qucağı o qədər geniş olsun ki, kimlərin dərdi, səri, qəmi, kədəri varsa, Allah Teala o qəmi, kədəri bu ildə saxlasın. 2026-cı ilə Allah o etdiyimiz dualar hörmətinə hər birimizi xoş arzularla, həyata keçən arzularla nəsib etsin inşallah. Əlimizdə mikrofon, biz sizlərə xoş söz deyək deyə canlarını qurban verən, ana bacılarımızın gözlərindən acı yaş axmasın deyə ömürlərini fəda edən, biz kişilər, biz qardaşlar namusumuzun, qeyrətimizin üzünə düz baxaq, dik baxaq deyə həyatlarını qurban verən, əgər usta bir dəqiqə dayanmağa səbrimiz çatmadığı halda, aylarla, illərlə qarı özlərinə səngər edən, torpaq edən bizim canlarımız, ürək parçalarımız, bizə vətənimizi əbədiyyən mükafat verən şəhidlərimiz var. Gəlin hamılıqla bir yerdə əllərimizi döyünən bu sinəmizin üstünə, ürəyimizin üstünə qoyub şəhidlərimizi bir dəqiqəli sükutla yad edəyim. Təşəkkür edirik hər birinizə.
Allah hər birimizdən razı olsun. Əlimizi bu təlimlara uzatmamışdan əvvəl sizlərdən bir rica edəcəm. Gəlin bu halal süfrə üstündə əlimizi Allaha qaldırıb, vətənimiz üçün, xalqımız üçün bugün mülki libasdan azad olub hərbi libasa bürünən bizim əskərlərimiz var. Onlara bir dua edəyin ki, Allahım, sənə an verirəm, sinəsinin qanı kainat durduqca qurumayan Hüseyin Əleyhisselamın hörmətinə Azərbaycanın və Azərbaycan sevənlərin hər birisinin ocağına şad xəbər gətirir. Allahım, bizim ana bacılarımızın qəlbini o qədər şad et ki, elə bir gözəl gün nəsib et ki, bizim doğma Qarabağımızdan hər bir ocağa hərbi libası dəyişib, bəyli libasını geyən cavanlarımızı nəsib etsin. Hamınınla bərabər bu gözəl arzuya qoşulub amin deyəyim və sizlərin hər birisini bir daha ürəkdən təbrik edirəm. Yeni ilimiz mübarək olsun. Bayramımız mübarək olsun mənim əzizlərim. Gəlin bu gözəl arzuya hər birimizi cəm edən, eli obanı hər zaman ağsaqqalıyla, hər zaman böyücüylə, hər zaman rəhbəri ilə tanıyanlar. Şahda mürvət olsa ağada kərəm, ehtiyac ürəkdə bağlamaz vərəm. Mən şairəm, bəlkə vardır deyirəm, ağsaqqalı düz olsa cavan pozulmaz. Hər bir cavanın yoluna nurlu işıq salan ağsaqqallarımız böyüklərimizin cəhdəsində bizlərin bir şamı, bizləri pərvanə özünü şam edən böyük bir insan, gözəl bir insan, Media TV'nin direktoru, bizim qardaşımız, əzizimiz, baş direktorumuz Beylər müəllim ünvanını alqışlarla dəvət edən bura zəhmət olacaq. Qonaqlarımızı buradan biz dəvət edəcəyik ki, kameraya yaxşı düşər. Beylər müəllim, həm sizi, həm əyləşənləri bir daha ürəkdən təbrik edirəm. Bu bizim bəlkə də bir 10-cu tədbirimizdir ki, həm Novruz, həm yeni bayramlarından da Allaha şükür bir yerdə olur. Bayramımız mübarək olsun. Kərbəlayi, çox sağ olun sözü mənə verdiyinizə görə. Hörmətli media ailəsi, hörmətli həmkarlar, bildiyiniz kimi Azərbaycan xalqı artıq yeni il astanasındadır. Bu münasibətlə xalqımızı və sizləri yeni il və dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. İşlərinizdə uğurlar, həyatda isə can sağlığı arzulayıram. Mən çox vaxt almaq istəmirəm, çünki yoldaşların da çıxışları olacaq. Hörmətli həmkarlarımız, bir daha yeni ilinizi təbrik edirəm. Süfrəniz həmişə ruzlu, bərəkətli olsun. Allah şəhidlərimizə də rəhmət eləsin. Qazilərimizi, veteranlarımızı bu yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allahdan can sağlığı arzulayıram. Çox sağ olun. Bu qədər. Çox sağ olun. Təşəkkür edirik, çox sağ olun. Allah alqışlanan əllərinizi var etsin. Özünüz bilirsiniz ki, alqış konturundan deyil. Nə qədər çox bir-birimizi alqışlasak, bir o qədər də könül evimiz rahat olar. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisi var. Bir könül qurmaq 100 Kəbə tikməyə, bir ürək qırmaq 100 Kəbəni tutmağa bərabərdir. Bizdən sadəcə xoş sözlərlə bir-birimizin qəlbini oxuyan inşallah. Və bugün də bizim dəyərli musiqiçilərimiz var. Sənət yoldaşlarıyım, neçə insanların qəlbinə sözümüzlə, sazımızla, nəğməmizlə yol açırıq. Sizlərin hər birimizi xoş gördüyüzləri və Beylər müəllimin, ağsaqqalımızın xeyir duasından sonra istəyərdim Hacı qardaşımızı, gözəl insanı, Hacı Mirvali ağamızı deyəcək inşallah. Hamımızı xoş gördük, başda biraz baxmışıq, geçmişik. Mən də sizləri yeni il münasibəti ilə Azərbaycan Dünya Azərbaycan Əmrəli Hürmasını hamımızı təbrik edirəm. Hamımızın ailə səadəti, ailə xoşbəxtliyi arzu edirəm. Hamımızın evlərində həmişə şadlıqlar olsun, biz də gəlib iştirak edək. Amin. Sağ olun. Təşəkkür edirik, çox sağ olun. Gəlin, musiqiyə yol verən gözəl bir nəğmə payı gəlsin inşallah. Qonaqlarımızın şərəfinə hər bir söz, bir musiqi bir-birini əvəz etsin. Çünki alimlərimiz deyil, musiqi qidadır ruha, bədənə, eşq olsun musiqini icad edənə. Buyurun xanım. Mən də gözəl qonaqlarımıza salam verirəm. Başda Beylər müəllim. Sizlərlə
Mayıs'tan gelen bayramımızı gerçekten tebrik ederim. Sizlere can sağlığı. Bəs. Güzel nailiyetler, hizmet kesinlikle giden insanlarsız, becerilersiniz. Hoş günler arzuluyorum. Medya yüzleri, sanat yüzleri, ümumiyyətlə musiqiden, sevgiden zövq alırlar. Yüreğime yandı bir ömürlük
olduğum, sizlerin birçoğunun tanıdığı, iller bunca böyük bir aksaqqallıq edən bizim ailə dostumuz, kardeşimiz var. Xahiş ederim Cahangirov İlham müəllimi bura buyursa, eğer mümkündürsə. Mümkün değilse mən mikrofon getirə bilərəm. Ancaq buradan daha güzel olar. Bir alqışlar gəlsin, zəhmət olmasa. Çıxışa gələni, çıxışdan qaydan, ürəkdən alqışlayağını inşallah. Könül oxşamaq o qədər gözəl bir varlıqdır ki, Allah Teala bir könül oxşayana öz Quran-ı Kərimində buyurub behişt vəd edib. Təki biz o yetimlərin başına sığal çəkməyi bacaraq, təki könül oxşaya bilək. Qardaş, bayramımız mübarək olsun. Çox sağ olun, sözü verdiyinizə verəm. Hörmətli mediaçilərim, hörmətli həmkarlar. Bilirsiniz, qarşıda yeni il gəlir. Eyni zamanda 31 dekabr Dünya Azərbaycanlarının həmrəylik günü. Bugün münasibətilə mən hər birinizi təbrik edirəm. Həmişə ailənizlə bir yerdə, hörmətlə yaşayın. Bilirsiniz, mən həmişə deyirəm, bundan öncə tədbir keçilərində insan baxmayaraq fərəz ilə keçirsə də, eyni zamanda məyus olurdu. Ona görə ki, torpaqlarımız işğalçıların əlində idi. İndi artıq torpaqlarımız azad olunur. Biz bütün tədbirləri baş ucalığı ilə həmişə keçirdirik. Bir daha bayramınız mübarək olsun. Hamımızın bu 2026-cı ili şərli və sevincli gün olsun. Sağ olun. Təşəkkür edirəm, qardaş. Ocağımızda inşallah xoş sözlərimizi deyil. Çünki mən 36 ildir həm Əhli Beyt toyunda, həm Adi Dədəbaba toylarında şükür olsun Allaha ki, bu xoş sözlərimi deməyə Allah mənə şərait yaradır. Bayramınız mübarək olsun. Çox sağ olun müəllim, təşəkkür edirəm. Mən də sizin bayramınızı təbrik edirəm. Bu xoş sözlərinizə görə, gözəl sözlərinizə görə özlərinə təşəkkürümü bildirirəm. Başda bayram müəllim olmaqla bütün kollektivimizin hər birini salamlayıram, hər birinin bayramını təbrik edirəm. Allah Teala həmişə belə xoş günlər, Allah Teala həmişə belə güləriz günlər bizə qismət eləsin. Mən həqiqətən də çox sevinirəm ki, bu kollektivin bir üzvüyəm və məni sahib seçdiyinizə görə, məni dəvət etdiyinizə görə, söz verdiyinizə görə sizin hər birinizə çox sağ ol deyirəm, təşəkkür edirəm. Və icazə verirsiniz bir şey də vurğulayardım ki, bu kollektivdə olduğu kimi başqa bir kollektivdə üzvüyəm. Bu günləri mən direktor vəzifəsində işləməyimin səbəbkarı Rəhman müəllimdir. Rəhman müəllim ilk dəfə məni bu sistemdə böyüdü başa çatdıran və məni düzgün formalaşdıran Rəhman Allah verdi oğlu, təşəkkürümü bildirirəm. Allah Teala mənim sənin qapında gözəl günlər qismət eləsin, xoş günlər qismət eləsin. Qarabağda ilk likoyu mən açmışam. 2022-ci il iyun ayının 5-də açmışam. Ancaq mən birlər onu açmağımdan çox sevinirəm ki, mənim bu cür formalaşdıran Rəhman müəllimin sayəsində mən onu açmışam. Ona görə də Rəhman müəllimə xahiş edirəm, dənər gürültülü bir alqışlardan alqışlarını. Çox sağ olun, əlləriniz var olsun. Mən sizin hər birinizi bir daha təbrik edirəm. Hər birinizi ötürəm, bağlıma basıram. Yaxşı ki varsınız. Siz böyüklərdən bizim bölgənin sevdiği çox şeylər var. Sevinirəm ki, siz böyüklərin ətrafında, yanında biz də özümüz üçün bir balaca bir yer almışıq. Çox sağ olun, təşəkkür edirəm. Bayram mübarək olsun. Çox sağ olun, təşəkkür edirəm, çox sağ olun.
aynadır, baxanı bizik, onlar bir ocaqdır, biz isə közük. Qaşından bəllidir həmişə üzük. Zərgərdir müəllim, zərdir müəllim. Müəllim adını daşımaq, müəllim adını vermək çox asan, lakin o təşkil bir peşəyə sahiblənib, onu müqəddəs bir peşə bilib, özündən sonraki nəsillərə müsbət mənada çatdırmaq hər müəllimin, hər ustadın işi deyil. Və bugün bizim Allaha çox şükür olsun ki, kollektivimizdə bu ada layiq olanlar və o adı şərəflə daşıyanların arasında da Cəfər müəllim var. Mən xahiş edirəm gözəl insanlar, əziz axsaqlarımız, qardaşımızdan buyursun bura. Və mən xahiş edirəm Cəfər müəllimi bir ürəkdən, daxildən gələn bir alqışla alqışlayalım inşallah. Və bayramımız mübarək olsun, buyurun. Salam hörmətli həmkarlar, hörmətli bəylər müəllim. Sizin hər birinizi bir daha salamlayıram. Bu gözəl gün münasibətilə, gözəl toplantı münasibətilə. Doğrudan da biz iki əziz bayram ərəfəsindəyik. Həmi qarşıdan yeni il gəlir, həmi 31 dekabr Dünya Azərbaycanlıların həmrəylik günüdür. Bu hər iki bayram münasibətilə sizin hər birinizi ürəkdən təbrik edirəm. Sizə həyatın ən şirin neyməti olan can sağlığı arzu edirəm. Arz edək ki, 2026-cı il sizlərin hər birinin həyatında yeniliyə doğru, müsbətə doğru yüksək dəyişikliklərlə olsun. Biz dostlar, biz həmkarlar buna şahid olaq. Hər birinizin qapısında xeyir işlər olsun, orada dəvət olunaq, belə toplantılar biraz da genişlənsin. Mən bugünkü tədbirimizdə bəylər müəllim icazə versəydi, bir haşiyə çıxmaq istəyirəm. Hər dəfə biz toplantı keçirmirik. Əvvəla təvəzzəkarlıqdan kənar olsun, bəylər müəllim gözəl bir insandır. Bizim direktorumuzdur. Hər birimiz üçün nümunəvi bir insandır. Biz hər birimiz bu medianın üzvü daşıyaraq elə bir özümüz öz sənətimizə biraz hörmətlə, diqqətlə yanaşmağımızı mən məsləhət görərdim. Necədir? Hər birimiz üzvü kimi qəbul olunmuşuq. Ancaq bu o demək deyil ki, mən ilk dəfə institut tarif gəldim rayonda işləyəndə, birinci katib, onda katiblər idi, bəylər o, Xan Hüseyin bəylər o, məni qəbul elədi. Məni dedi, sən kimlərdənsin, belə dedim, tanışlıq verəndən sonra dedi, xahiş edirəm, o familiyanı daşıya bilirsənsə, gəl rayonda işlə. Daşıya bilməzsən, qayət get kənddə işləyərsən. Bu mediada elə bir üzvüdür, elə bir dövlət orqanıdır, elə bir sahədir ki, burada hər bir işləyən kəs, bu adı daşıyan şəxs, bir dövlət qurumuna, şəxsi həyatda yox, regionlarda o ada layiq olmalıdır. Öz hərəkət və davranışından onun bir mediası, bir ziyalı, bir mədəni, bir ölkənin daşıyıcı orqanı kimi aparmalıdır. Mən üzr istəyirəm, belə biraz böyük kimi çıxır, belə dəst keçmək kimi yox. Bilirsən, hər birimiz bir-birimizə hörmətlə yanaşanda, bir med adını dəyərdə, yəni ən azından oturuşumuzda, duruşumuzda, heç kim, buradakiler hamısının diyalızı var. Yəni danışmaq da olar, yəni hər birimiz öz hərəkətimizlə bir-birimizə hörmət edək. Mən bunu bəylər müəllimə icazə olaraq dedim, yenə sizin qarşıdan gələn bayramlarınızın mübarək olsun. Bu adı uzun müddət daşıyaq, şərəf və layiqətlə bir-birimizin gözünün içinə diş baxaq. Hər birinizi salamlayacağım. Yenə Allah sizə ömür versin. Tədbir iştirakçıları, yeni ilin bu gözəl astanasında bizim də baş direktorumuzun bugün 2 nəfərə gözəl bir hədiyyəsi var və mən xahiş edirəm Əli müəllimdən zəhmət olmasa bura buyursun bizim yanımıza, xahiş edirəm və Elnara xanımdan xahiş edib bura buyursun. Zəhmət olmasa bir alqışlar gəlsin, gözəl bir alqışlar gəlsin. Həm Elnara xanıma, həm Əli müəllimə, bugün MDV TV'nin direktoru Bəylər müəllimin xüsusi bir zəhmət olmasa bura buyurun. Ancaq hədiyyəni verməmişdən əvvəl gözəl insanlarımıza xoş arzularını işləyib buyurun. Əvvəla hamımızı xoş gördük. Öz adımdan salamlayıram hamını. Həmişə belə şadlıq məclislərində yığılmağımızı arzu edirəm.
Qarşıdan gələn yeni il bayram münasibətilə Dünya Azərbaycanın həmrəylik bir münasibətilə hamımızı ürəkdən təbrik edirəm. Çox sağ olun. Hamınızı salamlayıram. Qarşıdan gələn yeni il bayramı mübarəsi ilə hamıza ailə xoşbəxtçiliyi arzu edirəm. Çox sağ olun. Hörmətli media ailəsi, bugünkü tədbirdə demək, Əli müəllimin fəxri diplomu təqdim olunacaq, bir də Elnarə xanımın. Əli müəllim, uzun müddətdir ki, regionun ictimai-siyasi həyatından bəhs edən müxtəlif çeşitli sujetlərin hazırlanmasında müstəsna xidmətlərinə görə sizi fəxri diplomla təqdim edirik, təbrik edirik. İşləriniz uğurlu olsun, bir daha da bayramınız mübarək olsun. Buyurun. Göstərin. Elnarə xanım, uzun müddətdir ki, Respublikamızın ictimai-siyasi həyatından bəhs edən müxtəlif çeşitli sujetlərin çəkilişində müstəsna xidmətlərinə görə fəxri diplom mükafatı ilə tərtib olunur. Təbrik edirəm. Sağ olun, təşəkkür edirəm bəylər mənim. Allah sağ olun versin. Sizdən var. Və o dostlardan biri uzun illər tanıdığım Kərbəlayı Fəqan qardaşım, Quran əhli və Allah hər birisindən razı olsun ki, hər birimizdən üzr istəyirəm. Mən oğluma toy edəndə mənim Məsmən Media TV-nin kollektivi gələndə sevincimdən göz yaşı axıtdım. Çünki başda Kömür xanım olmaq şərtilə bu kollektiv mənə dünyanı bəxş etdilər. Orada maddiyyət heç nəyə təşkil eləmir. Mənim 500-600 qonağımın içində məhz sizin kimi dəyərli qardaşlarım mənə qol qanad verdi. Və xahiş edirəm gözəl bir alqışlarla Kərbəlayı Fəqan qardaşımızı dəvət edək. Buyur qardaş. Çox sağ olun, mənə dəvət edim. Mənə söz verdiyiniz üçün özlərim təşəkkür minnətdarımı bildirirəm. Mən də sizləri hər birinizi ayrı-ayrılıqda qarşıdan gələn yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Başda bəylərlərim olmaq şərtilə. Hər birinizi ayrı-ayrılıqda can sağlığı, xoş günlər, firavan həyat arzulayıram. İşlərinizdə sizə uğurlar arzulayıram. Çox sağ olun, mənə söz verdiyiniz üçün var olun. Allah hər birinizdən razı olsun. Allah hər birinizi hifz eləsin. Çox sağ olun qardaş. Bu alqışlar sizin üçün bir təşəkkür edirəm qardaş. Çox sağ olun. Yenə bir musiqi.
gel oynamağa, oynamağa. Saçlarım yoktu bir kere. Söyle görün nedir destek Ondan sonra elini canım. Bu ateşte koyma beni ya. Saçlarım yoktu bir kere. Söyle görün nedir destek Ondan sonra elini canım. Bu ateşte koyma beni ya.
kuş nəğmemizde göğe yükselir. Jingle bells, jingle all the way. I was fine, it is the ride in the one horse open sleigh. Jingle bells, jingle all the way. I was fine, it is the ride in the one horse open sleigh. Уродилась елочка, слона росла. Зимой и летом стройная, зеленая была. Зимой и летом стройная, зеленая была.